Xalq artisti Niyaməddin Musayevin qızı Röya ilə müğənni Təranə Qumralın qızı Qumral arasında müəllif hüquqları zəminində gərginlik yaşanıb. Məsələ tarixin bir günü verilişində müzakirə olunub. Qumral iddia edib ki, ifa etdiyi Dünya Sənin Dünya Mənim mahnısı Röya tərəfindən YouTube platformasından sildirilib. Qumral bildirib ki, bu addım onu təəccübləndirib və Röyadan məsələyə dair cavab ala bilməyib. Onun sözlərinə görə mahnını ifa edərkən hər hansı pis niyyəti olmayıb və bu məsələdə haqsızlığa məruz qaldığını düşünür. Mənə dedilər ki, Röya xanım sildirib, biz onunla yaxın olmuşuq, çörək kəsmişik. Ona yazdım, məni bloka atdım. Mənə də maraqlıdır ki, niyə mən? Mən də əziyyət çəkirəm. Məsələyə münasibət bildirən Röya isə Qumralın ona müraciət etmədiyini deyib və yaranan vəziyyətin qalmaqal kimi təqdim olunmasına etiraz edib. O bildirib ki, atasının mahnıları ilə bağlı müəllif hüquqları ona məxsusdur və icazəsiz, üstəlik mətndə səhvlə ifa olunan mahnının yayımda qalmasına razılıq verə bilməz. O mənə heç nə yazmayıb, xahiş edirəm, bu cür qalmaqallara sövq etməsinlər. Bunu özümə də, atama da sığışdırmıram. Atama dedim ki, əgər bu söhbət açılsa, efiri tərk et. Atamla dünən bu barədə 2 saat danışmışıq. Qumralın çıxışına baxdım. Atama dedim ki, icazə verməyəcəm. Mahnıda cütlənmiş əvəzinə cütləşmiş dediyi üçün bunu etmişəm. O xanım mahnıya görə ümumiyyətlə icazə almayıb. Müəllif hüquqları qorunur, icazə alınmalıdır. Xalq artisti Niyaməddin Musayev də mövzuya münasibət bildirərək qeyd edib ki, mahnıdakı səhv düzəldilərsə ifaya icazə verilə bilər. O əsərlərin müəllif hüquqlarının qızı tərəfindən qorunduğunu təsdiqləyib. Qeyd edək ki, Niyaməddin Musayev Təranə Qumralın həyat yoldaşı Musa Musayevin əmisidir. Uzun illərdə ailə münasibətləri gərgin olduğu üçün tərəflər küsülüdülər.